Əziz izləyicilər, sizləri Türk ellərinin izi verilişindən salamlayırıq. Uzaq dağların və dərin dərələrin arasında yerləşən Axıska əsrlər boyu türklərin məskəni olmuş bir diyar idi. Axıska türkləri bu torpağın əzəmətli təbiəti ilə iç-içə böyüyən, ürəkləri və ruhları ilə təbiətə bağlı bir xalqdır. Axıska türklərinin tarixi minilliklər boyu davam edən bir dastana bənzəyir. Onların kökləri 13-cü, 14-cü əsrlərə, qədim Qıpçaq və Oğuz boylarının Nəcib sülalələrinə gedib çıxır. Bu insanlar öz torpaqlarını, kəndlərini, evlərini və ənənələrini qoruyaraq zamanın sınaqlarına sinə gəriblər. Hər bir dağ, hər bir dərədən yüksələn çay onların həyat hekayələrini səssizcə danışır, küləyin hər əsən nəfəsi min illərin xatirəsini daşıyırdı. Axıskalılar tarix boyu sülh və müharibə, bolluq və aclıq, sevinç və kədərin iç-içə olduğu dövrlərdən keçiblər. Rusiya və sonra Sovet imperiyasının sərt siyasətində onların taleyi daim sınanıb. Hər yeni imperiya, hər dəyişən sərhəd Axıskanın gözəl torpaqlarında yeni izlər buraxıb, lakin xalq öz köklərinə sadiq qalıb. Xalqın mədəniyyətində, adət-ənənlərində, toy bayramlarında və gündəlik həyatında keçmişin əks sədası hələ də yaşayır. Onlar üçün hər ev bir tarix, hər kənd bir dastandır. Axıska türkləri öz dillərini, musiqilərini, folklorlarını qoruyaraq gələcək nəsillərə ötürüblər. Hər nə qədər zaman onların üzərinə ağır sınaqlar gətirsə də, Axıskalıların ruhu heç vaxt sındırılmayıb. Onlar hər dəfə yenidən dirçəlməyi, həyatlarını, xatirələrini və torpaqlarını yenidən bərpa etməyi bacarıblar. Beləcə, Axıska türklərinin tarixi yalnız bir xalqın tarixindən ibarət deyil. Bu, döyüşlərdən, sınaqlardan, köçlərdən, sevgi və sədaqətdən ibarət bir epik dastandır. Onların hekayəsi hər kəs üçün xatırladır ki, köklərə bağlılıq, mədəniyyətin qorunması və milli iradə hər zaman insanları talelərin ən ağır sınaqlarından qoruyub çıxarmağa qadirdir. Buyurun. 1555-ci ildə Amasya sülh müqaviləsinə əsasən Meksika iki yerə bölündü. Onun şərqinə Osmanlılar, qərbinə isə Səfəvilər rəhbərlik elədi. Çox böyük təəssüflər ki, təkcə Meksika türklərinə yox, ümumiyyətlə türklərə uzun zamanlar, xüsusən də Sovetlər dövründə, SSR məkanında, mərkəzdən, Moskvadan hər zaman Türkiyəyə, türklərə qarşı çox amansız təzyiqlər, təqiblər olubdu. Xüsusən də Yosif Stalinin dövründə. 4-cü ildə SSR Müdafiə Komitəsinin qərarı ilə, göstərişi ilə 14 noyabr 1944-cü ildə yenidən türklərin deportasiyası başladı. Və bu deportasiya çox güclü. Təkcə Qazaxıstandan 40 min, Özbəkistandan 30 min, Qırğızstandan 20 min. Türk öz yurdundan, yuvasından bir gecənin içində deportasiya oldu. Azərbaycana da Meksika türkləri gətirilmişdi. Mənim yadımdadır, 1990-cı illəri idi, 89-un sonu, 90-ın əvvəlləri. Bizim rayona da o zaman rayonun adı Qutqaşın idi. Hal-hazırda Qəbələ rayonudur. Bizim rayona da gətirmişdilər o türklərdən və mən o zaman Ədalət qəzetində müxbir işləyirdim. Getdim onlarla görüşdüm, yazılar hazırladım. Hətta orada yaşlı adamlar var idi ki, uşaqlıqları, gənclikləri
və ahıl çağları deportasiyaya məruz qalmışdı. ...1944-cü ilin yazı hələ Axska torpaqlarının üzərində qışdan qalmış soyuqluğu ilə yadda qalırdı. 31 iyul 1944-cü ildə SSR Dövlət Müdafiə Komitəsi nömrə 6279 qərarını verdi. Bu qərar ilə 90.538 Axska türkü məcburi şəkildə öz yurtlarından didərgin düşməyə məcbur edildi. Kənd cəmaatı xəbərsiz oyandığı gecədə yalnızca həyati əşyalarını götürmək icazəsi ilə evlərini tərk etdi. Evlərdən çıxarkən döşəmələrdəki toz, soba arxasındakı boşqablar, bağlardakı ağaclar, hər şey geridə qalırdı. İnsanlar bu yerləri tərk edərkən sanki ruhlarını da buraxırdılar. Yol başlayanda qarla örtülmüş kənddən şəhərə qədər uzun, donqar və sərt bir yürüş başlandı. Kişilər ağır yük daşıyır, qadınlar uşaqları qucaqlarında saxlayırdı. Bəzən körpələr əllərini dondurmuş halda ağlayırdı. Yaşlılar yorğunluqdan yerə düşürdü. Amma yenə də əllərindən tutub onları davam etdirməyə çalışırdılar. Yol boyu qidalanma çox az, su isə buzlu və nadir tapılan bir lütf idi. Sürgün qatarları və yük maşınları ilə insanları daşıyarkən bəziləri artıq xəstəlik və aclıqdan ölürdü. Yol boyu insanların gözlərində həm qorxu, həm də ümid vardı. Qorxu yad torpaqlardan, aclıqdan və sərt iqlimdən, ümid isə bir gün evlərinə, bağlarına, dağlarına geri dönmək arzusu idi. Qar, toz və yorğunluq onları izləyirdi. Yol boyu uşaqların titrəyən əlləri, yaşlıların yorğun addımları və qadınların üzündəki kədər bu faciənin hər detalını danışırdı. İnsanlar əvvəlcə Gürcüstanın dağlarını, kənd yollarını tərk etdi. Sonra isə onları Qazaxıstanın sərt çölləri, Özbəkistanın isti qumları və Qırğızistanın yüksək dağları qarşıladı. Ben Haşimova Güzel 1941 yılda Gruzya SSR Khalsinski rayonunda Çünta kışlarında doğulmuşum. Çünta köyünde. Babam Asrahatov Haşim idi. Babam Muruş'a gitti. Kaynarım Muruş'a gitti. Emilerim Muruş'a gitti. Gelmediler. Babam 43. yılda oruç toxtayandan sonra invalid olup geldi. O vakitte bizi sürgün edirdiler. Babamızla oturup biz konuşamadık. Çünkü babam Rus dilini biliyordu. Dediler ki siz gidin de Şenlik'e düşündürün ki sizi götürüyoruz. Kalk misafirluğa. Misafirluğa. Bana korkutup abarma geldi. İşantırıp abar geldi. Sonra oranın Gürcüleri bizim dilimizi bilmek için cecimleri alın da dedi, böyle tıkıp içine buğdayları, zerreleri doldurun. Sonra nenelerimiz, dedelerimiz o gilamları tıkıp tez ulaştırdığı katan dolduruyorlar. Ne yerlerine geliyor, vagona basıyorlar. O vagonda mal taşıyan vagonlarmış. Ben o vakitte 3 yaşındaymışım. 3 yaşındaymışım da. Çünkü 43. yılda şey olmuş da. Babamın degen sözleri aklımda vardır da. Sonra hepimiz işte tavarını vagonlara basmış. 5-10 hocalık bir yerde. Bir vagon. 2 katlı karılar oluyor onda. Yatacak, doğacak karılar. Erkekler, dedeler, neneler, hastalar, onların farkı yok. Ortadan, vagonun ortasından materyal tozu, karılar onda doğru değildiler. Hasta olup yolda can verenlerini ona getir, Aksanovka'ya gelende vagondan atırmışlar. Kaç tane ölülerimiz yollarda kaldı, kaç tane adamlarımız gitti ortada. Sonra getire bizi Özbekistan'a getirdiler. Biz Andijan Oblastı'na, Calakuluk rayonuna düştük.
Canım. Allah razı olsun Özbek halkından hem de bütün halkımızdan bizi misafir edip kabul ettiler. Misafir ettiler. Evlerinden verdiler. Kış günüydü. Ocaklarımızı yapıp yemekler yedirdiler, baktılar, ettiler. Ama biz garip halk olduk. Rahmet. Vatanımız yok. Oğlanlarımız bayağı gitti. Askere gidiyorlar. Kim için askere gitti bizim çocuklar? Kim için can verdi bizim çocuklar? Vatanı yok çocuklarımız, günahsız çocuklarımız. Nasıl azaplarla büyüden çocuklarımız. Ölülerini de bilmiyorduk, sağını da bilmiyorduk. Geldik garip yerlere töküldük. Buranın halkı bize iyi karşıladılar. Baktılar ondan yani biz buralarda yaşadık, yaşıyoruz ama iyi yaşıyoruz Allah'a şükür. Bir kimse bizi incitmemiş. Özbek halkından da Özbekistan'da nerede var ise bizim şeyini hepsi razıdırlar. Çünkü bizi adam ettiler, bayağı etkizdiler, çocuğuma sağlık ettiler. Okuduk. Ben kendimde 3 yaşar çocuğu okatan oldum ki İnstitütte Andijan Devlet Pedin Üstü'nde okudum. Müellimim. Lakin her evle yaşlarımız ki askere gidiyor da ölüp geliyorlar. Diyor ki Allah can vatan olsun, olsuz vatan olsa meyli. Vatan olsa geçse vatan için güreşiyor. Bu kimin vatanı için güreşiyor? Hani kaç tane kayınlarımın çocukları gitti gelmedi. Şimdi bu Zavtazı, Öktem, Afganistanlarga borgan Zavtazı, Kasim. Germaniyaga urushiga otalari borib kelganini aytyapti. O'sha kimlar uchun urush qildingu, qani o'sha biza xohlagan joyimiz deyapti-da. İkinci Dünya Savaşı. Biz sahipsiz halk olup kaldık. Sahip yok, vatan yok. Bu büyük bir faciədir. Tabii. Çox böyük bir faciədir. Və bunu da deyək təsadüfdən yox. Sovetlər hər zaman Türklərə qarşı bayaq qeyd elədiyim kimi çox amansız deportasiyalar, təqiblər, təzyiqlər həyata keçiriblər və beləliklə Axska türkləri bütün dünyaya səpələndilər. Bayaq qeyd elədiyim kimi nəsil var ki, onun uşaqlığı, gəncliyi və ahıllığı əgər ona yaşayış desək, dırnaq arasında yaşayışı, ömrü köçkünlükdə keçib. Bəli. Bax, bu həm də planlı bir şəkildə ona görə aparılırdı ki, türklər öz dilini, dinini, adət-ənənəsini unutsunlar. Və bu həm də ən əsasən Türk dünyasının parçalanması idi. Meska türkləri, Axska türkləri termini 1950-ci illərin tədqiqatlarında biz görürük. Səhv eləmirəmsə bir tədqiqatçı Ronald Redman adlı bir tədqiqatçı öz tədqiqatlarında yazır ki, bu terminlərə 1950-ci illərdə daha çox rast gəldik. Və həqiqətən də biz Sovet dövrü sənətlərinə, onların o vaxtki dillə desək, NKVD sənətlərinə diqqətlə fikir versək, arxivdə onlarla rastlaşanda görürük ki, həqiqətən də bu proses 30-cu ildən 50-ci ilin ortalarına qədər çox amansız bir şəkildə həyata keçirilib. 39-da, 44-də, 53-də çox amansız bir şəkildə türklər, xüsusən də Axska türkləri bütün dünyaya səpələnməyə məruz qalıblar. Onların içində Azərbaycan jurnalistikasının ilk görkəmli jurnalisti, publisisti, ilk ana dilli pedaqoqu olan, ilk ana dilimizi təbliğ edən Şəfiqə Əfəndizadə də var. Şəfiqə Əfəndizadə Axska türklərindəndir. Gürcüstanın Axskalar ərazisində anadan olub. Və onun atası Şeyx Məhəmməd dövrünün tanınmış savadlı, maarifpərvər insanlarından olub.
Elə ona görə də qızlarını oxudu. Şəfiqəni də, onun 2 qızı olub, Şəfiqə və Səidə. Təsəvvür eləyin, o zaman qızları 11-12 yaşında artıq çoxdan ərə verirdilər. 1-2 uşaq anası idi. Amma Şəfiqə xanım 14 yaşında atasının məsləhəti ilə Şərq Rus qəzetinə məqalə yazır. Millətimin halı adlı bir məqalə yazır. Fikir verin. O zaman bu çox böyük bir qadınların, çünki qadınlar oxumurdu, cəmiyyətə çıxmağa qoymurdular. Çox üzr istəyirəm. Heyvan kimi satılırdı, alınırdı. Belə bir zamanda fikir verin, Şeyx Məhəmməd öz qızlarını oxudur. Xüsusən də Şəfiqə xanımın mətbuata gəlişinə də səbəb olur. Və 1903-cü ildə mətbuata ilk dəfə gələn Şəfiqə xanım sonradan Azərbaycan mətbuatında, publisistikasında çox görkəmli bir yazara çevrilir. Bir yazıcı kimi, publisist kimi, jurnalist kimi dövrün əksər qəzet və jurnallarında, xüsusən də daha çox milli ruhu, türkçülüyü, turançılığı təbliğ edən, məsələn, Dirlik, Açıq Söz, İstiqlal, Azərbaycan, İqbal, Yeni İqbal və Dəbistan və s. qəzet və jurnallarda Şəfiqə xanımın saysız hesabsız bədii publisistik məqalələri, hekayələri çap olunubdur. Şəfiqə xanım, təsəvvür eləyin, 1903-cü ildə Şərq Rusda mətbuata gələn Şəfiqə xanım 1920-ci ilin aprel işğalına kimi əksər qəzet jurnallarda Şəfiqə Əfəndizadə imzası ilə biz rastlaşırıq. Amma aprel işğalından sonra 1920-ci ildəki Ruslar işğal elədi Azərbaycanı, Demokratik Respublika silah gücünə süquta uğradı. Təkcə bizim torpağımız yox, milli mənəvi dəyərlərimiz, hər şeyimiz işğala məruz qaldı. Bax, bu işğalla barışmayan ziyalılarımız oldu. Çox böyük. Xüsusən də söz adamları. Onlardan biri də Şəfiqə xanım. Və Şəfiqə xanım susdu. Çox böyük təəssüflər ki, Sovet dövrü tədqiqatlarında yazılır ki, Şəfiqə xanım Əfəndizadə Sovet dövründə də yaradıcılığını davam elətdirdi. Şərq Qadını jurnalında. Hətta bəzən yazılır ki, Şərq Qadını jurnalına redaktorluqda elədi. Çox yanlış faktlardır. Şərq Qadını jurnalını demək olar, mən bu yaxınlarda Azərbaycan Sovet dövrü jurnalistikası adlı bir dərslik hazırladım. Və onda istər-istəməz o dövrdə çıxan bütün mətbuat orqanlarını tədqiqata cəlb elədim. O cümlədən Şərq Qadınını da. Və Şəfiqə xanımın orada yalnız bir neçə məqaləsini, əgər ona məqalə demək olarsa, bir səhifə yarım olardı ya olmazdı, belə kiçik məqalə. Məsələn, Şərq Qadını jurnalının 5 yaşı tamam olub, 10 yaşı tamam olub. Bu münasibətlə, yubiley münasibəti ilə. Və yaxud Ömər Faiq Nemanzadə. Ömər Faiq Nemanzadə də bilirsiniz, Gürcüstanın Axskala bölgəsində türklərindəndir. Və Azərbaycan satirik mətbuatının yaranmasında Mirzə Cəlilin nə qədər böyük əməyi varsa, Ömər Faiq Əfəndinin də o qədər böyük əməyi var. Hətta Mirzə Cəlil xatirələrində yazır ki, Faiq Əfəndi redaksiyada olanda mən daha ürəklə yazırdım, daha ürəkli olurdum. Görün nə qədər böyük Faiq Əfəndiyə arxalanırdı. Çünki Mirzə Cəlil Tiflis ədəbi mühitinə təzə gəlmişdi. O qədər də tanınmırdı. Elə Molla Nəsrəddinin yaranmasında, onun çap olunması üçün icazə alınmasında həm Qafqaz Senzura Komitəsindən, həm də Peterburq Senzura Komitəsindən o vaxtı 2 yerdə yerləşirdi. Baş idarə Peterburq Senzura Komitəsi idi və sonra isə Qafqaz Tiflisdə yerləşən Senzura Komitəsi idi. Hər ikisindən icazə alınmasında və onun fəaliyyətə başlamasında, Tiflis ədəbi mühitində Molla Nəsrəddinin loru dildə bir bomba kimi partlamasında Mirzə Cəlillə elə yanaşı Ömər Faiq Əfəndinin çox böyük rolu olubdur. Görün, Sovetlər
nə qədər ondan ehtiyat edirdilər ki, onu çox ahıl yaşında, 70 yaşı tamam olmuşdu. O mətbuatdan da uzaqlaşmışdı, ədəbi mühitdən də, siyasi mühitdən də, hər şeydən uzaqlaşıb gedib Axısqalada öz ata-baba yurdunda ömrünü keçirirdi, kənd təsərrüfatı işləri ilə. O zaman gəldilər, onu həbs elədilər. Digər repressiya qurbanları kimi ona da qondarma bir məhkəmə yarandı, 15 dəqiqə. Səbəb nə idi onun həbsinin? Səbəb göstərilir ki, əks-inqilabçı Ömər Faiq əfəndinin də məqalələrində o milli dirçiliş, o oyanış. Məsələn, Dirlik adlı bir jurnalımız çıxıb 1914-16-cı illərdə. Məmməd Əmin Rəsulzadənin orada gözəl bir məqaləsi var. Milli birliyimiz, milli dirliyimiz. Və həmin o jurnalda Ömər Faiq Nemanzadənin də saysız hesabsız məqalələri var. Eyni motivdə, eyni ideya təbliğ edən, yəni biz bir millət olaraq, ilk olaraq milli birliyimiz lazımdır, diriliyimiz lazımdır. Əgər biz milli birliyimiz, dirliyimizi həyata keçirəriksə, deməli, xalq olaraq, millət olaraq biz birləşə bilərik. Əslində düzdür, bu ideyanı lap əvvəllər, hətta 1800-cü ilin sonlarında İsmail bəy Kaspiranlı gözəl bir proqram, gözəl bir çağırış elədi bütün Türk dünyasına. Amalda, əməldə, işdə, amalda, əməldə birlik. Bax, bu çağırış elədi. Hələ ilk dəfə Bağçasarayda Tərcüman qəzetini çıxardanda. 1944-cü yıl bizim Aksa Türklerini Yosif Stalin Orta Asya'ya sürgün edir. Sebep nedir? 1944-cü yıl 31. iyunda emir verilir ki Aksa Türkleri yaşayan yerlerinden sürgün olunsun hakkında karar verir. Kararda böyle gösterir ki orada göğe sərhəddən hücum olabilir diye sərhədi gücləndirmək için biz Türk-Gürcistan sərhədində yaşayırdık. Oraya silah sursat yerleştirmek amacıyla ve oradan Türkçülüğü yitirmek için bir manevr işlediler. Onu da bizim millete deyir ki sizi 8 gün ya 1 ay içinde tezeden geriye qaytaracaq diye aldadıp Orta Asya'ya sürgün edilir. 31. iyun 1944 yıl ve 14. noyabr 44. yıl. Arada 3 yarım ay fark olarak 3 aydan yukarı zaman bizim millete hemin demir yolu tiktirirler. Bize yakın yere demir yolu çektirirler. O demir yolundan da bizi sürgün edirler. Özü de heyvan vagonlarında. Her bir kende asker tayin olunur. Her bir ev için 2 asker ve kendi için bir maşın. O maşında Studebaker Amerika maşinası olur. 2 saat mühlet verirler ki o cür hazırlık görüp ki soldatlar gelip evin kabağında bekleyir. Komanda olan zaman haber verirler ki çıkın hazırlık görün 2 saat içinde sizi aparacak başka yere yerleştirecek. İnsanlar da hiç nesini almaya izin vermiyor. Ne malı mülkü ne var devleti her şey kalır. Sadece elinde bir yemek içmek alın, bir bohça alın, bestir deyir. İnsanlar da inanırlar. Bir yemek içmeğin ellerini alır ve Studebaker maşınlarına minirler, aparırlar bunları demiryoluna. Demiryoluna apararken bir kentten olan insanları 2-3'e bölerek diğer vagonlara yerleştirir. Yani karışık halde yerleştirir. İkinci kendi de en gün 3-4'e bölüp diğer vagonlara yerleştirir ki bunlar karışık halde olsun diye. Yola salırlar. Kış günü soğuk. Bizim o bölgeler dağlı bölgeler olduğu için çok soğuk olur.
Size məlumat için bildireyim ki, həmin o sürgün zamanı hələ vagona minərkən də bir neçəsi panikdən, qorxudan, soyuqdan rəhmətə gedən olub. Hələ oradayken bırakıp gediblər. Nə dəfin ediblər, nə başqa. Bir ay yarım yol gediblər. Oral dağları üzrə. Bir ay yarım yol giderken de 17 binden yukarı insanımız yolda halak olur. Neden halak olur? Açlıktan, susuzluktan, hastalıktan, kocalarımız, körpelerimiz. Derece öyle bir ana olur ki evladı rahmete gelir. Düşene kimi bir ay onu saklayır boynunda ki kimse bilmesin öldüğünü. Rahmete gelir kucağında. Sonuna kimi saklayır. O şeyleri biz o tarihleri eşitmişik. Özbek halkı, Kazak halkı, Kırgız halkı bizi bir Müslüman kimi bir özlerine yakın tutarak kabul eyleyirler. Yer yuva verirler. Palatkalar tikirler. Saklamaya güç kuvvet verirler. Ama bizim insanlar o coğrafyaya hiç uygunlaşmamış bir insanlar olduğu için açlıktan, susuzluktan vakti bir iktisadiyat çok zayıf idi. İnsanlar ot yiyerek bazı büyük insanlarımızın sözüne göre ekseriyeti ot yiyerek şişip ölüblər, rahmete gidiblər. Bazıları açlıktan rahmete gidiblər. Yani Orta Asya'da yaşarken de bir neçə nefer insanımız o coğrafyanın şəraitine dözmeden, iklimine dözmeden rahmete gidenlerimiz çok olur. Yani çok zulümler gören bir millet olmuşuz. Bu böyük faciələrə məruz qalsalar da, onlar gəlib məskunlaşdığı yerdə öz adət-ənənələrini unutmadılar. Tabii ki. Öz dillərini unutmadılar. Bax, buna misal olaraq mən özüm canlı gözümlə gördüyüm. Qəbələyə də onu bir hissə Axska türkləri gəldi. Və bu gün də mən rayona gedəndə bəzi ailələr var ki, onları ziyarət eləyirəm. Hansı ki, ilk dəfə onlarla mən Ədalət qəzetində müxbir işləyəndə, genç, cavan yaşlarımda görüşmüşdüm. İndi onların, o bəzi ailələrin yaşlıları dünyasını dəyişib, amma cavanları qalır. Mən onlarla gedəndə onları ziyarət eləyirəm, görüşürəm. Baxıram ki, onlar qətiyyən öz deyək ənənələrinə, adət-ənənələ çox sadiqdirlər. Heç unutmurlar. Hətta kiçik bir nüansda da onu üzə verirlər. Onu bildirirlər. Bax, bu daha çox nədə? Onların birliyi mənim o qədər xoşuma gəlir. Düzdür, onlar rayon əhalisi ilə çox yaxşı qaynayırlar, qarışırlar, xeyrinə, şərinə gedirlər, gəlirlər. Amma onlar öz arasında o birliyi elə qoruyub saxlayırlar. Onların birinin, tutaq ki, nəysə, bir Allah həmişə yaxşı iş eləsin, nəysə bir xəstəsi olur, ya bir huzuru düşür, xeyrinə, şərində fikir verdim oğul. O qədər onlar bir-birinə dəstək olurlar. Bax, bu çox yaxşı bir haldır. Hazıram, Rusiyaga urush bo'lyapti. Hamma yoshlarimiz ketgan. Kim uchun? Yani hazır Qanchasini o'ligi kelyapti, vatanimiz yo'q, vatanimiz bo'lsa, qayerdan bo'lsa o'shaning bolalari, urug'lari yashar edi. Vatanimiz yo'q. Qozog'iston, Qirg'iziston, 9 ülkeden. Ozarbayjon, O'zbekiston shunaqa joylarga tarqab ketganmiz hamma. bir qiziq savolingiz bo'lsa, yana davom ettirish. Mani bolalarim uzoqqa, men bu yoqqa kasal yotibman. Kelish uchun mablag' kerak, men borib ko'ra olmayman. Ular bor yo'g'ini sotib keladi meni ko'rish uchun. Vatanimiz bo'lsa bir joyga bo'laydik. Bizda yana san'atimiz ham bor. Ozarbayjondan olib kelgan davulimiz ham bor bizani. Bir ikki davul ham urib o'sha sahnaga yuborishimiz mumkin. Getir davulimizni bir. Biz geçmişi gördük. Yani güzel ana simasında. Güzel ana elbette yüzünde. İndi biz geleceği görmeliyiz. Yani bu insanın adı Rustam, soyadıysa Madatov'dur. Bu insan indi elbette öz sənətlərini nümayiş etməliler. Yani Türk dilinde kendi sənətlərini nümayiş yapmak istiyorlar.
evvelası çok sevindik evimize gelip bizlerden böyle haberleştiğiniz için, milletimizi sorduğunuz için, halkımızı bildiğiniz için Çok Çok mersi. sizlerden çok minnettarız. Samircan Abbasov'dan ham çok minnettarız. Çünkü onun kalbinde bizim milletin yeri var iken bana size müracaat etti. Siz geldiniz, bizi saydınız, Evet. sayıkladınız. Rahmet. Ben Medet Rüstem, bana şu milletin bir vekili, doktorum, şifakar, tez yardım şifakarı. Güzel anadan örgendiği senetlerimiz vardır. Söhbetleşende, evde ne edende, milleti millet eden onun dilidir ve sanatidir ve medeniyetidir. Ondan biri bizim senet. Senetimiz nedir? Adli davul, Azerbaycan'dan gelen davul, Kafkas davulu, yani ipli davul. Bu davul ile işte kendimizin senetlerimizi de birbirimize gönlümüzü şad edip günümüzü geçiriyoruz. Tamam mı? Adli bir senetlerden bir iki tanesini deyiversek, siz de şad olsanız biz de seviniriz. Biz yakında enişte ikimiz Özbek dilinde de bir iki tane türküleri dedik, Özbek dilinde. Bana bağda uçrattım sana, Gülbağda uçrattım sana. Karasak, bu yaxşı folklor qo'shiq ekanda. Biz ana bunaqa davulimizga ham to'g'ri keladi. O'shandan boshlasak, ya'ni birinchi o'zbek tilidan boshlasak, keyin o'zimizni ona tilimizga o'tib ketamiz. Sərəvəl Özbək dilində olan mahnılardan əlbəttə. Elbette. Özbek dili ham acayip, folklori ham güzeldir. Özbəkcə mahnılar. Bağda uçrattım seni, gül bağda uçrattım seni. Bağda uçrattım seni, gül bağda uçrattım seni. Her zaman da bir taraf özünge ürkettin beni. Her zaman da bir taraf özünge ürkettin beni. Al beni ağabeyler, yani de ya bir ağabeyler. Al beni ağabeyler, yani de ya bir ağabeyler. Beni yarım hat yazar, İngilizce parmağı bile. Beni yarım hat yazar, İngilizce parmağı bile. Bağda uçrattım seni, gül bağda uçrattım seni. Bağda uçrattım seni, gül bağda uçrattım seni. Her zaman da bir taraf zinge ürgettin beni. Her zaman da bir taraf zinge ürgettin beni. Al beni ayırdılar, yoklarını kayırdılar. Al beni ayırdılar, şaflarını kayırdılar. Beni sevgen yarından namertler ayırdılar. Beni sevgen yarından namertler ayırdılar. Yolda uçrattım seni, gül yolda uçrattım seni. Bağda uçrattım seni, gül yolda uçrattım seni. Her zaman da bir karap izinge ürgettin beni. Her zaman da bir karap izinge ürgettin beni. Milli taamımız var, onun nomi xinkal. Azerbaycanlı Samir Abbasov bunu yaxshi biladi, xinkal ularda ham borda. Bəli, bəli. Evet. Ular uni xangaldi degan ne'mat bilan, onların nomi xangaldi deydi. Bizda uni xinkal deymizda. Xinkal deb gruzinlar ham xinkal deyiladi. Lekin ularda xangaldi deydi. Shunaqa nima ne'mat Evet, Tamamının Gürcülərdə namını da var, Dağıstanlılarda da var, Evet. Azərbaycan Türklərində də var. xuddi shunday xinkal haqida bizani millatimiz aytgan ajoyib bir qo'shiq bor. Türk tilində gapiradigan bo'lsam. Güzel bir mahni vardır. Xinkal haqida. Kurban olayım xinkalın adına. Kurban olayım xinkalın adına. Doymak olmaz lezzetinden tadına. Doymak olmaz lezzetinden tadına. Bir tez olun ah taş vurun oduna. Bir tez olun ah taş vurun oduna. Çok çetindir beklemesi. Çok çetindir beklemesi. Hinkaladı çok meşhurdur ellere. Kurban olayım hinkal yapan ellere bana. Kurban olayım hinkal yapan ellere. Tez getirdi döner bahar yollara. Tez getirdi döner
çətindir təkləməsi Çox çətindir təkləmə Malumca xursand bizə gerek ama. Bize Özbekistan canımız, kanımız, yerimiz, mana göbegimizdeki kanımız şirge tökülgen. Güzel ananı, uşa Kafkaz'da tökülgen kanı var. Şunun için güzel ana tülkünlanadı, bir cayga yığılaylık dedi. Biz öyleyimiz ki biz hamamız bir caydamız. Özbek tilida gapirsa xuddi ona tilida gapirgandek bo'lamiz. Biz ta'limni o'zbek tilida oldik, maktabda o'zbek tilida o'qidik, institutda o'zbek tilida o'qidik, xizmatni o'zbek tilida bajaryapmiz. Agar menagida aqsqa yurtiga nima deydi, gruzillar aytganiday qarshilik bildirmasa, albatta erga ham borish niyatimiz bor. Boramiz, u yerda bobolarimiz egalik qilgan, u yerda tug'ilgan. Biz ham orzu qilamiz yerlarni ko'rishni. Lekin da urushsiz, janjalsiz, albatta tinchlik bilan. U yerga hech qanday talashish, tortishish kerak emas. To'g'rimi go'zalona? Bu eng to'g'ri yo'l tinchlik yo'li. O'zbekiston umumiy uyimiz. Chunki shunday. Bizda ketsak ham unutmaymiz O'zbekistonni. Albatta O'zbekiston bizani aytamizki, jonimiz, qonimiz to'kilgan bir Allah şer etsin, bin bereket versin, kazananlara hayırlı ömürden hayırlı rızık versin Allah. Bu sofrada yiyilen naz nimetler ölülerimizin önünde cennet yemeği olup bulunsun, ruhları şad olsun. Kazancıklarımıza hayırlı rızık, hayırlı ömür gün ver Allah'ım. Camiyanı giderseler hıdrelezini yoldaşları, adamlarımızı, cengilerimizi, yaşlarımızı kazadan, beladan, afattan, tuhmetten, kötü gözlerden sakla ya Rabbi. Ne ki niyatlarımız var, Allah niyatlarımıza yetiştirsin, vatanımıza gitmeye nasip etsin. Dünyamız tinç olsun. Hamişe böyle iyi günlerde ulaşak. Təzə ildə xursandçılıq bilən hep iyi niyatlarımıza Allah ulaştırsın. Ya Rabbi, ya Resulullah. Rahmet oğlum. Bu intervyunu mənə təsir edən insanlardan biri olmuş, Qərbi Azərbaycanın Qursalı kəndinin adını daşıyan, sosial şəbəkələr üzrə yayımlanan Gürsəli TV kanalının yaradıcısı və rəhbəri Səmir Abbasova Həsən əmi, onun adı hələ də mənim yadımdadır. Niyə? Çünki onun uşaqlığı, gəncliyi və ahıllığı deportasiyaya məruz qalıb. İlk dəfə onları köçürəndə gecəliklə deyir NTV-də işçiləri. Onlar da deyir onda onun mənim deyir yaşım bir 6, 7, bax belə 8 yaş. Amma hər şeyi de dərk eləyirdim ki, NTV-də işçiləri deyir, bütün gecənin bir vədəsi kəndə baskın elədi. Yalnız bir dəst geyinmək icazə verildi. Yalnız bir dəst geyim və ona ən çox o zaman təsir eləmişdi. Anam deyir, göz yaşları ilə deyir, o boğçalarımızı deyir, yığdı və hər dəfə də deyir, o tüfəngin qundağı ilə deyir, anama, atama vururdular, tez eləyin, bəsdir, heç nə götürməyin. Bir uşaq olaraq onu o qədər yaddaşına nifrətlə hopmuşdu ki və ahıllığında da o gəlib, deməli, Qazaxıstandan 90-cı illərdəki yenidən deportasiya olunanda onun adı ahıl çağıydı və o qədər nifrəti var idi onun Sovetlər Birliyinə. Heç o uşaqlığını, o xoşbəxtliyini əlindən alan o birliyi heç cür yaxşı xatırlaya bilmirdi. Əslində haqlı idi, necə xatırlasın? Onun bütün varlığını, yaşamını, xoş günlərini o gecədə məhv oldu. O gecədə məhv oldu və bir faktı da deyim ki, başka bir yere məskunlaşırdılar. Mesela bak, onlar Xocalıda da çox gəlib məskunlaşdılar. Azərbaycanın bir çox bölgələrini onları köçürmüşdülər. Xocalıda da məskunlaşmışdılar. 1992-ci ildə Azərbaycanlılarla yanaşı o Xocalı faciəsində ermənilər və bir də 366-cı diviziyanın Rus əskərləri onlara necə divan tutdular? Necə faciə yaşatdılar onlara? Yəni, onlar ki, biraz özlərinə gəlmək istəyəndə, biraz gün güzaranları yaxşılaşanda, yenidən özlərinə bir yaşayış quranda, yenə onların köçürülməsinə. Elə bil ki, bu
o qədər planlı bir şəkildə, o qədər sistemli bir şəkildə Sovetlər tərəfindən həyata keçirilirdi ki, yəni o uşaqlığında baş verdi, artıq o onu unuda bilərdi bəlkə də, yox. Niyə unuda bilmədi? Çünki yenidən o faciə ona yaşandı. Ağıllığında bəlkə də hər şeylə, insan ağıl yaşında hər şeylə barışır, eləmi? Amma yenə də o faciə ona yaşandı. Məsələn, o Həsən dayı danışırdı ki, bizi heyvanları saxlanan vaqonda gətirdilər. O qədər pis üfunət idi deyir. Yəni oturmaq olmurdu da. Hər yer, indi təsəvvür edin, həmin vaqonda heyvanlar aparılıb. Və bunu bilərəkdən edirdi mərkəz. Mərkəz Moskva bunu bilərəkdən edirdi. Bu Türk dünyasının alçaldılmasıydı. Bu Böyük Turanın susturulmasıydı. Qarşısının alınmasıydı. Amma bir şeyi unutdular ki, bu xalq böyük xalqdır. Tabii. Akademik Ziya Bünyadov Qırmızı Terror adlı gözəl bir əsəri var. Elə həmin əsəri bax bu məsələlərə, daha çox repressiyaya məruz qalanlara həsr edib. Orada gözəl bir söz yazır ki, nə qədər doğrandıq, kəsildik, şaqqalandıq, bütün hər yerə səpələndik, amma məhv edilə bilmədik. Ayrılmadıq. Niyə? Çünki bu xalq həqiqətən böyük xalqdır. Tabii. Türk xalqı böyük xalqdır. Türk xalqına hər zaman Ulu Tanrı tərəfindən də bir dəstək oldu. Onun yaşamasına, onun gələcəyinə. Niyə? Çünki dünyada hər zaman biz sülhü, hər zaman biz xeyirxahlığı, xeyirxah dəyərləri, yaxşılığı təbliğ edən bir. Bax, o Axaska türkləri o zaman Qəbəliyə gələndə yerli cəmaət necə onlara dəstək oldu? Bunu mən gözümlə gördüm, oğul. Gözümlə gördüm ki, çünki onların heç neyləri yox idi. Gətirib töymüşdülər. Heç bəzisi bir dəst paltar da götürə bilməmişdi. Özdə nə vaxt gətirmişdilər? Qış ayında. İndi Qəbələ də bilirsiniz, soyuq rayondur. Bir gündə gəlmişdilər ki, onlar, nə bilim, həmin yazılarımı mən indi də oxuyanda mənə dəhşət gəlir ki, bu insanlar bəs o şaxtada, o boranda necə qaldılar, necə yaşadılar? Deməli, bu da Tanrının bir lütfüsüdür. Bu da Tanrının bir böyüklüyüdür. Xalq olaraq, millət olaraq Türk dünyasına, Türk xalqına sevgisindən, sayğısından. Niyə? Çünki o həmişə hər getdiyi yerdə barış gətirir. Getdiyi o həmişə kimsəsizə dayaq olur, əl uzadır. O həmişə xeyirxah əlini uzadır. Bax, bunu mən 90-cı illərdə də gördüm. Sonra Qarabağda gələn o öz soydaşlarımızın da nə vəziyyətdə onlar bütün Azərbaycanın bölgələrinə yayıldı. Hər bölgədə onlara yerli cəmaət qocaq açdı. Hər bölgədə onlara sahib durdu, kömək oldu. Ona baxmayaraq indiyə kimi biz yaşayırıq. İndiyə kimi bizim mənliyimizi, kimliyimizi, adətimizi, urfumuzu, sənətimizi itirməmişik, dilimizi, dinimizi itirməmişik. 81 sənədir vətənsizlik. Vətənimiz Gürcüstan, Türkiyə sınırında Mesketiya bölgəsi Axsa yeri. Yəni orada 5 rayon olmuşuq. 5 rayonda 116 bin nəfər insanımız olub. Mən sözümün sonunda belə demək istəyirəm. Biz harda olsaq da, harda yaşasaq da özümüzü, birliyimizi, bərabərliyimizi, sənətimizi, mənəvi dəyərlərimizi itirməyən bir millətik. Və Azərbaycanda da bizim incə sənətimiz çox inkişaf edib. O cümlədən Saatlı Sabirabadda bizim mədəniyyət evlərimiz var. Kubada da bizim Axsa türklərinə aid farklı qrupamız var. Onun bəddi rəhbəri mənəm. Bir neçə festivallarda iştirak etdik. Sonunda Hari Bülbül festivalında Heydər Əliyev mərkəzində də iştirak etdik. Biz fəxr edirik ki, biz harda olsaq da bizi sevgi və saygı ilə bizi qarşılayırlar. Bizləri tanıyırlar, bizlərə önəm verirlər. Biz ondan çox məmnunuk. Mən sözümün sonunda özümün sağlığımı bildirmək istəyirəm. Qərbi Azərbaycan
Usarlı, kendine ait adını taşıyan sosyal şebekelerin yayımlandıran Kutsal TV kanalının rehberi Samir Öz teşekkürümü bildirəm. Allah razı olsun, var olasınız bizim Aksa Türklerinin böyle bir veriliş çekerek tanıtmak istiyorsunuz ve tanıdırsınız ve tanıtmakta devam etmenizi xahiş edirəm. Sağ olun, var olun. Mən sizə təşəkkür edirəm ki, belə gözəl bir dəyəri ideologiyanı, türkçülüyü, turançılığı təbliğ edirsiniz. Biz yenə də deyirəm, dünyada yeganə xalqıq ki, biz bir-birimizə qardaşıq ki, təmənnasız biz bir-birimizin çətin günündə, xoş günündə hər zaman yanındayıq.